Salam, hər vaxtınız xeyir olsun. Daha bir maraqlı sualla yenə sizlərlə birgəyik. Yenə mütləq ki, suallara özünüz öncədən baxmağa çalışın. Demək belə bir sual verir. Bizdən S2 və S1-in fərqi soruşulur. Birinci növbədə bu sualda nə edə bilərik? Diqqət edirsizsə, bu bir kvadratdır və şərtdə də kvadrat olduğu qeyd olunur və həmçinin DB ilə AY-nin kəşf nöqtəsi F nöqtəsi qeyd olunur. Və S1 və S2 bu tərəf S1-i, bu isə bizə S2-ni ifadə edir. SY-nin qiyməti 6, YB-nin qiyməti 2-dir və sahələrin fərqi bizdən soruşulur. Deməli, müəllimlər, birinci növbədə burada diqqət edin ki, diaqonal 45-45 dərəcəli bucaq şəklində bölmüş olur. Əgər diaqonal bu 45 şəklində bölürsə və bu radiusu ifadə edir bizə, bu 4/1 dairənin radiusu olduğuna görə eyni şəkildə bu da bizə 8 olduğunu deyə bilərik və bu xətt balaca düzləxmiş bucaq üçün təbirə funksiyası daşıyır. Deməli, 2-nin 8 olan nisbəti olduğuna görə bu tərəfdə 1-in 4-ə nisbəti var. Yəni 2-nin 8-ə nisbəti olduğu üçün həmçinin 1-in 4-ə nisbəti var. Ona görə bura 1K, bura isə 4K deyə adlandıra bilərik. 1K və 4K olduğuna görə sahələr də biz bilirik ki, mütənasib şəkildə təmirlərin nisbəti ilə mütənasib şəkildə bölünür. Yəni K və 4K-sı sahəmizlə S və 4S şəklində paylaya bilərik. Deməli, buradan biz 5S-in qiyməti əslində 8 vur 2 düzləxmiş bucaq olduğu üçün 8 vur 2 böl 2-dir. Buradan da 5S bərabərdir 8 isə S-in də qiyməti 8 bölünsün 5 olduğunu deyə bilərik. Daha sonra biz artıq S-in qiymətini bilmiş olduq və daha sonra biz görürük ki, burada 45 dərəcəli bir dairə dilimi var və eyni 45 dərəcəli dairə dilimi həmçinin bu tərəfdə də var. Yəni əslində biz bunların bir-birinə bərabər olduğunu görürük və biz burada deyə bilərik ki, S1 üstəgəlinsin. Burada biz S1 üstəgəlinsin. S, yəni fərqli hərflərlə işarə edim gərək ki, S1 üstəgəl S bərabərdir S2 üstəgəlinsin. 4S deyə adlandıra bilərik. Buradan da S1 ilə S2-nin fərqi 4S çıxılsın S, yəni 3S olduğunu rahatlıqla deyə bilərik. Bu da bizə 3 vurulsun. 8 bölü 5, yəni 24 bölünsün 5 oldu. Məncə maraqlı bir sual idi. Növbəti suallarda görüşərik. Hər ikisi uğurlar.